Salam müəllimlər, bu günlərimiz 2025 Python suallarının davamına baxırıq. Başlayaq 5-ci sualımızdan. 5-ci sualımız belədir. E, Demək, bir 100 parçasında cüt ədədlərinin cəmini hesablamaq üçün uyğun Python proqramını müəyyən edin. Bir 100 parçasındakı cüt ədədləri yazsaq, cəm şəklində 2 üstəgəlsin 4, üstəgəlsin 6, üstəgəlsin 8 və s. üstəgəlsin 100 olacaq. Düzdürmü, müəllimlər? Demək, belə bir cəm almalıyıq. İndi görək bu proqramların hansını alacaq? A variantını yoxlasaq, i-nin qiymətlərinə baxsaq, i alır 1-dən 99 daxil olmaqla və şərtə baxsaq, forun gövdəsindəki if şərtinə, i-nin 2-yə bölünməsindən alınan qalıq əgər 1-ə bərabərdirsə, yəni bu nə deməkdir? Təkdirsə, o zaman həmin təkləri cəmlə. Yəni bunun içərisində 1, üstəgəlsin 3, üstəgəlsin 5 və s. nəhayət üstəgəlsin 99 olacaq. Bizim cəmimizə uyğun deyil. Demək, A variantı ola bilməz. Keçdik B variantına baxaq. B variantında i-nin alacağı qiymətləri qeyd edək. i alır 2-dən, yenə 100-ü almır, bilirik ki, sonuncu qiymət götürülmür. i 2-dən 99-a qədər və 2-dən 99-a qədər ədədləri sadəcə cəmləyəcək. Çünki burada heç bir if şərti də yoxdur. 2 üstəgəlsin 3, üstəgəlsin 4, 5 və s. 99. Demək, bu da bizim cəmimizə uyğun deyil. C variantına baxsaq, i-nin aldığı qiymətlər, yəni hər dəfə 2-dən başlayır və hər dəfə də 2 vahid artır. 2, 4, 6, 102 olduğuna görə, yəni 102-ni götürməyib, 102-dən qabaq 100 gəlir. Demək, elə bir demək 100 parçası arasındakı bu cütləri götürürük və S bərabərdir. S üstəgəlsin i. Yəni, i-nin hər bir qiymətində bu qiymətləri cəmləyirik. Yəni, 0 üstəgəlsin 2, üstəgəlsin 4, üstəgəlsin 6, nəhayət üstəgəlsin 100. Demək, elə axtardığımız proqram, bizim cəmimizə uyğun olan proqram, bu proqram olmuş olacaq. Cavab da olacaq C variantı. Növbəti sualımıza baxaq. Növbəti sualımız həm find, həm burada demək sətirlər var. Demək müəllimlər, birinci belə bir bizə string verilibdir, yəni sətir verilibdir. Yenini tapaq, yeni adlı bir dəyişənə. Deyir ki, S sətirinin 6-cı indeksli elementə qədər götürək. İndeksləmə bilirik ki, 0-dan başlayır. 0, 1, 2, 3, 4, 5. Yəni 6-nın özü götürülmür. Demək, biz burada götürməliyik artı fi. Düzdürmü? Yəni 0, 1, 2, 3, 4, 5. Və üzərinə gəlməliyik len S çıxılsın 5-dən düz axıra qədər. Yəni, len S çıxılsın 5 dedikdə sondan 5-dən başlasaq yetərlidir. Bir də sahib 5 çıxanda, yəni sahib 5 çıxmaq da olar. Amma burada belə sətirlərdəki simvollar çox olduğuna görə elə sondan 5 dənəsini götürsək yetərlidir. Yəni, 5-ci indeks elementdən onsuz da axıra qədər gedəcək. Bu da, yəni 1, 2, 3, 4, 5 bu sətirlə cəmləyəcəyik. Sətirləri də cəmlədikdə bilirik ki, sətirlər birləşdirilir. Belə bir sətrimiz alınacaq. Düzdürmü? İndi baxaq M-ə. Bizdən M, K, L-in qiymətini çap olunması soruşur. M bərabərdir. Bir S sətrində axtar, S find. Nəyi axtarırıq? Demək, baxaq. Yəni, bu sözü deyir axtar. Yəni, S sətrində bu sözü yenidən yazmayacaq müəllimlər uzundur deyə. Yəni, bu sözü S sətrində axtaranda bu söz bütöv şəkildə, yəni S sətrinin içərisində yerləşmir. Yəni, birbaşa bütöv şəkildə bu sətirdə, yəni bu söz bu sətir olmayacaq. Yəni, bu sətirlərin əvvəlindən və sonundan götürülmüş hissələrdir. Bütövlükdə ardıcıl bu simvollar gəlmir. Demək, qiymət nəyə bərabər olacaq? Tapmayacaq, -1-ə bərabər olacaq. Düzdürmü? İndi K-nı tapsaq, K
bərabərdir. Yenə deyir, S sətrində axtar. Nəyi axtaracaq? Dördüncü yeni sətrindəki dördüncü indeksli elementə qədər. İndeksli isə 0, 1, 2, 3. Yəni, axtaracaq bu qısa olduğuna görə yazacağım artini. Yəni, bu sətri axtaranda, hər hansı bir hissəni axtaranda baxacaq ki, o hissə var. Baxsaq, ilk hissə baxın, artı bu ümumi sətrin, S sətrinin içərisində bütöv şəkildə yerləşir. Görürsünüz, artı bütöv şəkildə yerləşir. Ona görə də bu bütöv şəkildə yerləşən sətrin də ilk simvolunu götürürük. Yəni, ilk simvolunun indeksini götürürük. Bunun da indeksi böyük anda indeksi 0-dır. Demək, bu da 0-a bərabər olacaq. İndi L-ə baxaq. L bərabərdir. Else find. Yenə deyir ki, yeni sətrində dördüncü indeksli elementdən axıra qədər getmək lazımdır. 0, 1, 2, 3, dördüncü indeksli element F-ə düşür, düzdürmü? Yəni, biz axtarmalıyıq bunu. Yenə də baxırıq ki, bu S sətrində bu həmin hissə, yəni bu sətr bütöv şəkildə yerləşməyib. Fi buradadır, sonu bu simvollardır. Yəni ayrı-ayrı hissələrdə, yəni ardıcıl olaraq yerləşməyibdir. Ona görə də bu da -1-ə bərabər olmuş olacaq. Demək, M-in qiyməti -1, K-nın qiyməti 0, L-in də qiyməti -1 olacaq. Və deyir, bu qiymətləri çap ilə -1, 0, -1 olmuş olacaq. Növbəti sualımıza baxaq. Ümumiyyətcə find maraqlıdır. Burada hətta indeks əvvəlində gələndə fərqli vəziyyət alınır, sonunda gələndə fərqli vəziyyət alınır. Baxaq bu sualımıza. Funksiyalara aiddir. Ümumiyyətlə, funksiyalarda mütləq ki, bu abituriyentlərin qəbulunda da görmüşük müəllimlər. Yəni, hər hansı bir təyinat olur. Xüsusən deyərdim ki, funksiyaların qısa yolla, yəni təyinatları olan din 20-də suallar var. Yəni, sınaq səhv etmirəmsə, ya 9-da, ya da 10-da olmalıdır. Xüsusən deflərə aiddir. Yəni, oradakı suallar çox yaxşı suallardır. Yəni, uzun görsənən, amma hər birinin təyinatı olan, qısa yolu olan suallardır. Müəllimlər üçün də, abituriyentlər üçün də məsləhət görərdim ki, sırf o sınağı işləsinlər. İndi burada baxaq, burada da görürük ki, bir də funksiyamız var, daha doğrusu 2 dənə siyahımız var, S bərabərdir 0. Siyahılar indekslənir, yəni I alır len B-yə qədər və deyir ki, funq adlı da bir funksiya təyin edilib və parametrləri A-inci və B-inci indeksli elementlərdir. Yəni, bu nə deməkdir? I 0 olanda A 0-cı indeksli element, B 0-cı indeksli element funksiyanın parametri olacaq. Sonra 0 olanda, 1 olanda, 2 olanda nəhayət len B-yə qədər, düzdürmü? İndi baxsaq burada, yəni bunun mahiyyətini dediyini yazsaq, S bərabərdir. Yəni bu o deməkdir ki, 0 üstə gəlsin, funq. Demək, A, I-nin ilkin qiyməti 0-dır. A 0-cı indeks element, B 0-cı indeks element. Biz də siyahının elementlərinin indeksləsək 0, 1, 2, 3, 4, 5. B-ni də indeksləsək 0, 1, 2, 3, 4, 5. Düzdürmü? İndi yazsaq, yəni ilk I-nin qiyməti 0 olduğuna görə A 0, B 0, yəni 3 ilə 9-u, düzdürmü? 3 ilə 9-u götürəcək. Sonra növbəti birinci indeksli elementlər, yəni bu funksiyaların qiymətlərini cəmləyəcək, düzdürmü? Demək, burada da olacaq 28, 16. Sonra yenidən fun 4, 24, düzdürmü? Sonra növbəti 15, 35. Sonra 20, 15. 34, 28. İndi mən niyə biraz öncə bu cümlələri qurdum? Yəni ki, təyinatlar. Bax, bu məsələni həll etmək üçün bunun müəyyən məsələlər var. Mütləq ki, onun təyinatlarını bilməliyik. Yoxsa həm imtahanda vaxt uzanır, həm də ki, qısa yolla getmək, belə deyək, şansımızı itirmiş olur. Baxın, burada gördüyünüz bu hissə var. Bizə əbovu qaytarır. Sadəcə əbovu. Testlərdə tez-tez rastınıza çıxar. Yəni, bu hissə testlərdə bir çox test banklarında da var buna aid nümunələr. O bizə əbovu qaytarır. Yəni, deyək ki, bu iki
ədədim əbobunu tap, yəni funksiya şəklində verdi. Yəni funksiyanın parametrləri burada 3, 9, burada 28, 16. Yəni əboblarını tap və cəmlə. Bunların əboblarını tapıb cəmlədikdə 0 üstə gəlsin 3 ilə 9-un əbobu olacaq 3, düzdürmü? 28 ilə 16-nın əbobu olacaq 4. 4 ilə 24-ün əbobu 4 olacaq. Sonra 15 ilə 35-in əbobu 5 olacaq. 20 ilə 15-in əbobu yenə 5 olacaq. 34 ilə də demək 28-in əbobu olacaq 2. Düzdürmü? Demək bunlar da nəyə bərabərdir? 7, 11, 16 demək daha doğrusu bunu səhv hesapladım. 7, bəli. 11, düzdür. 16, 20, 23 yox, düz hesablamışıq. Demək 23 cavabı olmuş oldu. Yəni burada bir dənə bunu görməklə biz artıq yəni bunu demək istəyirəm ki, deflərin içərisində verilən bir çox məsələlərdə mütləq bir müəyyən bir təyinat olur. Xüsusən din 20-dəki def suallar da o şəkildədir. Çox uzun görsənən məsələlərdir, amma bir dənə təyinatı bilməklə məsələni çox qısa yolla həll etmək olur. Sonra növbəti sualımıza baxaq, 8-ci sualımıza. Burada da nəticəni müəyyən edin deyilir və baxsaq, A-nın qiyməti demək 10, B-nin qiyməti 8, C-nin qiyməti 6-dır. Və if-dir, ifin də gövdəsində yenə bir if var və hər iki ifin elisi var. Baxaq, demək, ət bilirik ki, ətlə yəni şərtlər verildikdə hər iki şərt ödənməlidir ki, biz ona true deyib, ifin gövdəsini icra edə bilər. A-nın qiyməti 10-dur, B-nin də qiyməti 8-dir. İndi birinci şərti yoxlasaq, B-nin qiyməti 8, C-nin qiyməti 6. Demək, 10 böyükdür 6-dan, and yazırıq. B böyükdür C-dən. Yəni 8 böyükdür 6-dan. Bu da true dəyərini verəcək bizə. Bu da true dəyərini verəcək bizə. True and true bilirik ki, bizə true qaytaracaq. Düzdürmü? Ona görə də bu ifə yəni bir sözdən true olduğuna görə gövdəsini icra edə biləcək. Bu ifə hər deyildiyinə görə baxın bu iflə eyni istiqamətdə görürsünüz. Bunun elsi var. Yəni biz artıq buna baxmayacağıq. Çünki buna hər dediksə buna baxmayacağıq. Sonra növbəti indi icra edirik. Hər dedikdən sonra baxırıq C bərabərdir C-nin üzərinə 3 gəlib. C-nin qiyməti 6-dır. 6-nın üzərinə 3 gəldik, olur 9. Düzdürmü? Sonra bir dənə də if şərti var. Bu dəfə deyir ki, A böyükdür B-dən. Yenə 10 böyükdür 8-dən. Buna da hər dediyimizə görə artıq bunun da elsinə baxmayacaq. Bu ifin də elsi budur, düzdürmü? Bunun da elsinə baxmayacaq. Bir dənə görürsünüz proqram kiçilir və A bərabərdir A-nı vururuq 2-yə, A-nın qiyməti 10-dur, onu da vururuq 2-yə, bərabərdir 20-yə. Yəni A-nın da qiyməti 20 olur və bununla da artıq proqramı icra etmiş olur. İndi bizə nə deyir? Deyir A-nın, B-nin, C-nin qiymətini çap elə. A-nın qiyməti 20-dir, B-nin qiyməti elə 8 olaraq qaldı. C-nin də qiyməti burada dəyişibdir. Dəyişən dəyişmiş qiyməti nəzərə almalıyıq. Əvvəl 6 idi, artıq burada yeni qiymət alanda əvvəlki qiymətin üzərinə xətt çəkirik. 9 olmuş olacaq. Demək 28, 9 bizim cavabımız olmuş olacaq. Demək növbəti suala baxaq. Bu bizim axırıncı sualımızdır. MIG 2025-də 9 Python sualı düşmüşdür. Yəni Python həm sertifikasiyada, həm də MIG-də ən çox sual gələn bölmədir. İndi bu sualda bizə nə deyir? Deyir ki, belə bir ədəd verilibdir. Ədəd nə qədər ki, 100-dən böyükdürsə, onun ona bölünməsinə alınan tam hissəni götürürük və həmin ədədin də ona bölünməsinə qalğın hər dəfə 3 mislini cəmləyirik. Yəni, bura diqqət etsək, bu məsələdə hələ məsələni icra etməmişdən əvvəl yazılıb 3 vurulsun, yəni n bölünsün, ona bölünməsinə alınan qalğı. Yəni, biz 3-ü n-ə vurub, sonra ona bölünməsinə alınan qalğı tapmırıq. Öncə n-in ona bölünməsindən alınan qalğı tapıb,
Düzdürmü? Deyək ki, buna bir x desəm, sonra 3-ə vurmalıyıq. 3 vurulsun x. Yəni birinci qalığı icra etməliyik, sonra 3-ə vurmalıyıq. İndi icra etsək, müəllimlər, diqqətli olsaq baxarıq ki, baxan kimi görünür ki, bu 100-dən böyük deyilsə, sonra nə gəlir? Ona bölünməsinə alınan tam hissə. Yəni bu deməkdir ki, sondan 9-u atacaq. Əvvəldən də 8-i atacaq. Yəni bunu tez görə bilmək üçün ona yoxlayaq. Bax bu ədədin böyükdür 100-dən. Hə deyəcək. Ona bölünməsinə alınan tam hissədə 9 gedəcək, düzdürmü? İndi bax deyək ki, ən sonunda burada alıram 897. Yəni son 3 rəqəmi götürürəm və deyirəm ki, 897 nəyə görə bu öndən də 8 atılır? Onun mahiyyətini izah etmək istəyirəm. Böyükdür 100-dən, hə deyəcəm. O zaman n bərabərdir 897-nin ona bölünməsinə alınan tam hissə nəyə bərabərdir? 89-a və k bərabərdir. İndi k-ya burada nə almışıqsa, bu əsas deyil, göstərmək istədiyim nədir? 3 vurulsun 89-un demək, ona bölünməsindən alınan qaldı. Yəni burada k üstə gəlsin 3 vurulsun 9 olacaq. Yəni burada artıq 9-u götürəcək və n-in 89 qiymətində artıq n-ə biz 89 almışıq. Gəlib növbəti dəfə şərti yoxlayanda ki, 89 böyükdür 100-dən, yox deyib dövrdən çıxacaq. Çünki şərt ödəməyəndə artıq dövrdən çıxır. Ona görə də artıq bu 8-i götürməyəcək. Demək, bu məsələ baxan kimi bu hissəni görəndə bizim üçün asanlaşır ki, demək sondan bir rəqəmi atırıq, əvvəlcədən bir rəqəmi atırıq, onu bax bu hissədən baxan kimi də, yəni testlərdə çox belə nümunələr var. Yəni, baxan kimi də görürük ki, bu sondan və əvvəldən ədədin atılması deməkdir, yəni ədədin rəqəmlərin atılması deməkdir. Və bundan sonra alınan n-in ona bölünməsinə alınan qalıqda biz bilirik ki, bizə 7-ni ədədin rəqəmlərin qaytardı. 7-ni, 8-i, 6-ni, 5-i, 4-ü, 7-ni, 9-u. Və bunları da deyir ki, 3 mislindən cəmdir. Yəni, qısaca yazsaq, k bərabərdir. Demək, 0 üstə gəlinsin. 3 onsuz da hər dəfə hər bir rəqəmi ayrı-ayrı 3-ə vurduğuna görə 3-ü mötərizə xaricindən çıxardıq. Yəni, hər birinin içərisində 3 vurğu olduğuna görə 7 üstə gəlsin 8, üstə gəlsin 6, üstə gəlsin 5, üstə gəlsin 4, üstə gəlsin 7 və 9 olmuş olacaq. Yəni, bax buradan bu hissədən bu hissəyə qədər rəqəmlərin 3 mislini cəm edirik. Sadəcə bu sualın mahiyyəti bundan ibarətdir. Və buradan davam eləsək, 15, 21, 26, 30, 37, 46. Demək, 46 vurulsun 3 olmuş olacaq. Demək, bu da nəyə bərabərdir? 838. Cavabımız da olacaq 138. Bununla da müəllimlərin 2025 Python suallarını yekunlaşdırdıq. Növbəti mövzumuz olacaq məntiq əməlləri. Məntiq əməllərindən də 2 dənə sualımız var. Onları da inşallah izah edəcəm. Sağ olun.